Amerika Birləşmiş Ştatlarını güclü zəlzələ və tsunami təhlükəsi gözləyir. Bu, Kanadadan Kaliforniyaya qədər uzanan 970 kilometrlik sualtı çatı izləyən alimlərin xəbərdarlığıdır. Araşdırmanın nəticələri isə Daily Mail nəşrində dərc edilib. Belə ki, dəniz dibinin yüksək dəqiqlikdə xəritələndirilməsi aparılıb və tektonik plitələrin izafi təzyiq yaratdığı 4 sahə müəyyən edilib. Məqalədə qeyd edilir ki, güclü zəlzələdən sonra tsunami baş verə bilər. Dalğaların hündürlüyü isə 30 metr proqnozlaşdırılır. Bunun da kütləvi dağıntılarla nəticələnəcəyi bildirilir. Alimlər risk altında olan yerləri də açıqlayıblar. Bunlar Şimali Oregon və Vaşinqtonun sahilyanı əraziləridir. Mütəxəssislərin qənaətinə görə iqtisadi zərər böyük, qurbanların sayı isə minlərlə olacaq. Hətta sahildən uzaq ştatların suyu çirklənəcək və kimyəvi tullantılara məruz qalacaq. Ruqiyyə Nəcəfli, Humay Cəfərova, Mira TV.